Orxanın qardaşı Rövşən Aliyev isə bildirir ki, həmin gün onunla telefonla danışıb və bütün qaranlıq məqamlar da bundan sonra baş verib. 10 dəqiqə, 15 dəqiqə belə danışdıq. Mənə dedi, gözdə gəldim. Kimsə yəqin ki, onu çağırır, belə fikirləşirəm. Gözdə gəldim. Telefonu qoydu, mən qulaq asıram, telefon mənim qulağımdadır. Getdi, uzaqdan səsi gəlirdi. Ki, uzaqdan onların bölüyü də, yəni ki, aydındır, balaca bir yerdir. Ki, koridor ola bilər. Koridordan səs ki, quyunun dibi, nəsə belə qarışıq səs. Gəldi, dedim, nəsə olub Orxan. Yox, danış. Hiss olunur ki, aqressivlik var bunda. Ki, əsəbləşib biraz. Danışdıq, elədik, sağollaşdıq. Dedim, yorğunsan da, yəqin dərs gəlir. Ya sağollaşaq, dedi, problem yox. Gecən xeyrə qarşı belə səhər də bu xəbər verdi. Rövşən Aliyevin sözlərinə görə qardaşı dünyasını dəyişdikdən sonra onu tərtərə aparıblar. Orada valideynlərinin və yaxınlarının iştirakı olmadan meyidi yarıblar. Orxanın valideynləri əmindirlər ki, oğulları qətlə yetirilib və cinayət gizlədilir.